olmayacaq. Və bir də indi təqdim elədiyim xəbəri mən həmişə həvəslə, qürurla və sevə-sevə təqdim edirəm. Bəli, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Bugün Ağdam şəhərinə növbəti köç yola salınıb. Köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 120 ailə olmaqla 419 nəfər köçürülüb və onlara buradan göz aydınlığı verirəm. Bəli, artıq Ağdamın, belə necə deyim, damları yenidən ağardılır. O bizim gözəl yurt yerimiz, bilirsiniz ki, Ağdam düşmən tapdağı altında olanda yerlə yeksan olmuşdu. Mən öz gözlərimlə görmüşdüm, şahidi olmuşdum. Daş üstə daş qalmayıb, bax ona deyirdilər. Hətta məsələ bilirsiniz nədir? Düşmən qənim kəsilmişdi. Daşları belə söküb ağarmışlar. Bildiyin Ağdam düz səhralığa çevrilmişdi. Amma çox şükürlər olsun ki, bizim 2020-ci il müharibəmizdən o qədər uzun müddət də keçməyib. Amma biz çox sürətli şəkildə bax oraları, o yurt yerlərimizi yenidən qurduq. Bərpa elədik demirəm, amma yenidən qurduq. Çünki bərpa etməyə də bir orada heç bir şey qoymamışdılar. Və şükür ki, artıq intensiv köç xəbərlərini biz sizə təqdim edirik və bu mənim üçün çox qürurludur. Əziz